16 yaşım olanda bibim oğluyla bir-birimizi sevirdik. Hərbi xidməti bitirib gələndən sonra mənə üzük verdi və dedi ki, səninlə evlənəcəm. 1-ci Qarabağ müharibəsinə getdi. Füzulidə döyüşdü və orada itkin şəhid oldu və mən heç vaxt evlənməməyə qərar verdim. İllərcə subay qaldım. 2007-ci ildə ailəm məcbur etdi, ailə həyatı qurdum. 3 il övladım olmadı. Yoldaşımın xasiyyətindən də xoşum gəlmirdi. 2010-cu ildə bir qızım oldu. Ailəm dedi ki, boşan. Mən də onların sözündən çıxa bilmədim. Qızım 1 aylıq olanda boşandım. Valideynlərim vəfat etdi. Qızımı tək başına böyütdüm. Qızımın 15 yaşı var. Yaşlılarından eksik olmasın deyə hər zaman çalışdım. Həyatımı ona adadım. İkinci dəfə evlənməyi düşünmədim. Yaxın zamanlarda mənə üzük verən bibim oğlunun cəsədi tapıldı və mən onun məzarına gedə bilmədim. Çünki onun böyük qardaşı mənim bacımla övlad üstündə boşanıblar. İki ailə arasında mübahisə var deyə gedə bilmədim. Onun şəkillərinə sosial şəbəkədən baxıram, mən ailə qurbanı oldum. Həyatda tək sevdiyim insanın məzarına belə gedə bilmirəm.